Babayev hesab edir ki, ölkədə qəzaların mütləq əksəriyyəti keçidlərin yanında baş verir. Çünki sürücülər piyadaların keçiddən keçəcəyini zənn edərək sürətlərini nizamlamırlar. Piyadalar isə o qədər hündürlüyü qalxmaq istəməyib, yolun hərəkət hissəsindən keçirlər. Onun sözlərinə görə, alternativlər isə həmişə var. Müasir şəhərlərdə yerüstü və yeraltı keçidlər olmamalıdır. Çünki bu şəhərdə təkcə fiziki sağlam insanlar yaşamırlar. Burada uşaqlı arabalı valideynlər var, yaşlıları var, təkərli arabaya möhtac insanlar var, belə deyək. Yəni bu insanların fiziki olaraq o keçidlərdən istifadəsi qeyri-mümkündür. Müasir şəhərlər ona çalışırlar ki, insan səhvi, insan ölümü ilə nəticələnməsin. Yəni bunun da necə? Yəni dediyim kimi düyməli svetoforlar, quraşdırdığın qırmızıdır, istənilmir halda dayanırsın. Yəni təbii yenə də qaydanı pozanlar, qırmızıda keçənlər olur. Yəni bu müqayisədə çox aşağıdır belə qayda pozanlar. Azərbaycan Avtomobil